Deyir ki, ABCD paralleqramının A və D bucaqlarının təmbərini BC tərəfinin üzərində kəsir və perimetri 48, iti bucağı 30 dərəcə olarsa, nə istəyir? Sahəsini istəyir. Deməli, təmbələnləri çəkirik. Bir A bucağının təmbələnini, bir də D bucağının təmbələnlərini çəkirik. Bura bir M nöqtəsi yazaq. Təmbələn isə bura bir alfa yazaq. Burada beta və beta yazaq. Burada 90 dərəcə olur. Bu misalda bu bizə lazım deyil, amma 90 olur. Niyə? Çünki 2 alfa üstə gəlsin 2 beta 180 isə alfa plus beta 90 olur. Burada 90 qalır. İndi biz bura A desək, təbii ki, bunun qarşısı da nədir? A-dır. Paralleqramın tərəfləri bir-birinə paralel olduğuna görə, qarşı tərəfləri paralel olduğuna görə. Bu bucaq alfa-dırsa, daxili çarpaz olaraq burada alfa olur. Bura beta-dırsa, onda bu bucaqda nə olur? Beta olur. Və burada ABM bərabər yanlı üst bucaq yaranır. Çünki oturacağı bir şey bucaqlar bərabərdir. Bura A-dırsa, burada A-dır. Eyni zamanda MCD də bərabər yanlı üst bucaq olur. Bura A-dırsa, burada A-dır. BC 2A-dırsa, deməli AD də 2A-ya bərabərdir. Onda perimetr bütün tərəflərini toplasaq, 6A bərabərdir 48-ə. Buradan A bərabərdir neçə alırıq? 8 alırıq. Onda bunun eni olur neçə? 8. Uzunluğu da olur neçə? 16. Və vermişdir ki, iti bucağı 30 dərəcədir. Yəni bu iki alfamız nə qədərdir? 30 dərəcədir. Paralleqramın tərəfləri və onlar arasında qalan bucaq verildikdə sahəsi S bərabərdir. A vurulsun, B vurulsun. Sinus alfa düsturuna görə tapılır. İndi burada alfa yox, 2 alfadır da. Alfanın yeri 30 yazırıq. 6 vur, 6 yox. Neçə idi? 8 vurulsun, 16 vurulsun. Sinus 30 dərəcədə də nə alır? 2'də 1 alır. Bunları da ekstra edəsək 8, cavab 64.